hazırlayıram ləvəngi balıq. Talış mətbəxinin ən zəngin nemətlərindən biridir. Bu günlər bunu başqa videolarda da paylaşmışam, ancaq bu günlər tamamilə tam fərqli bir şəkildə hazırladığımı sizinlə bölüşmək istəyirəm. Artıq bax, indicə elə ləvəngini hazırlamışam. Balığın içində mən ləvəngini hazırlayarkən adətən cücədən fərqli olaraq, cücə ləvəngisindən daha doğrusu fərqli olaraq bunun içərisinə soğanı birazcık çox əlavə edirəm. Balığın içindən beləcə bıçaqla yarmışam, yaxından göstərirəm ki, içinə turşu, istiot göstərdiyim ki, vurduğumda dadı özünə çəkmiş olsun. Ləvəngini balığın içərisinə qoyuram, 150-180 dərəcə Selsi temperaturda bişirirəm və bu bişirməni prosesini sizinlə paylaşıram. Dediyim kimi, ləvəngini içərisinə qoydum. Belə. Balığımız duxovkada qızarana qədər 5 ədəd belə bir ölçülü pomidor götürürəm və pomidor dolmasında və yaxud da ki, qiyməli pomidorda olduğu kimi qapağından ehtiyatla kəsirəm. Və içərisini boşaldıram. Biləm, yəqin ki, görsənir, 5-ini də eləcə təmizləyirəm, təkcə bibərdən başqa. İstəsəniz bunu da sonradan tavaya əlavə edərsiniz. Mən ancaq əlavə etməyəcəm, saxlayıram bir qırağa, şorba və yaxud da ki, boz-baş bişirəndə hansı bir yeməyə sonradan əlavə edərik. Bibəri təmizləyirəm, biberləri isə bu şəkildə doğrayıram. Süfrəyə vermək üçün üstünə limon qoyuram. İsti-isti demə süfrəyə verirəm. İsti-isti verəndə artıq limonu da doğrayıb aralarına qoyacağam. Limonu da əlimin altında hazır doğrayıb saxlayıram. Bunu da başqa bir qab gətirim qoyum. Limon da hazır, biber də hazır. Qoyuram bir kənara. Sonra nə edirəm? Artıq dediyim kimi, bayağı göstərdim, ləvəngini artıq hazırlamışdım. Ləvəngini badımcandan fərqli olaraq bugün pomidorun içərisinə qoyuram. Ətin əvəzinə ləvəngi qoyuram. Belə. Hamısına yığıram ləvəngini. Yaxından göstərmək istəyərdim. Bilmirəm, qaldıra bilmirəm, balığı çox istidir. Artıq bu biri üzü qızarıb, çevirirəm, balığı qoyuram artıq tavaya. Setkadan çıxardıram, tavaya qoyuram. Bu biri üzünü də azca qızardım. Bunun olaraq bax, balığı pişib, beləcə tam bölünür. Çevirdikdən sonra əvvəlcə duzlayanda artıq aralarını kəsmişdir. İçərisinə biberləri yığıram, kəsdiyim bu hissələrə. Biberləri yığdım, yenə görsədim.
Burada artıq bu hissəsi balığın pişib. Sonra isə pomidoru içinə ləvəngi doldurduğum pomidorları sırayla balığın hər tərəfinə düzürəm. Nəyə görə tavağını dəyişdim? Çünki pomidor indi pişdikdə görəcəksiniz şirəsi çıxır. Daha da balığın dadı təmi tam başqa cür olur. Burada biber qalır, heç nə olmaz. Onu da qoyaq bunun bir qırağına. Heyifdir. Bunu da atıram limona. 1-2 dilim limon da qoyaq. Limonu eləcə qoydum. Sadəcə olaraq pomidorla dadını bir-birinə vermiş olsun, şirəsi bir-birinə geçsin. Süfrəyə verəndə göylərlə, pomidorla, xiyar və limonla bəzəyib süfrəyə verəcəyəm. Qoyuram yenə duxovkaya. Artıq bişir. Biraz üzəri qızardıqdan sonra görəcəksiniz, bunlar bişəndən sonra biraz da yumuşalır. Çünki pomidor da tez bişir. Bişdikdən sonra qablara qoyub süfrəyə verirəm. Bugün də hazırladığım buydu. Sizinlə paylaşdım, bölüşdüm. Siz də bildiklərinizi mənimlə paylaşıb bölüşməyi unutmayın. Bu qızarana qədər qablarımın çoxunu da yuyum. Hələlik.